Alo, salam. Salam. Gülverdidir. Bəli. Sizin Mərkəzi Univermaqda dükanınız var dersən, qızıl dükanınız. Bəli. Siz zərgərsiniz. Bəli. Bu nömrəni verdilər, dedilər ki, siz kömək edə bilərsiniz. Siz açıq nömrədən zəng gəlməmisiniz qardaş? Açıq nömrə deyil, bəli. Amma mən bir şey soruşmaq istəyirdim. Emin Rızayev bildirir ki, siz Azərenerjinin rəhbəri Balbaba Rızayevə 20 milyon manat dəyərində qızıllar bilyardlar satmışsınız. Aha, bağladı. Balbaba Rızayevin adını eşidən kimi telefonu astı, danışmaq istəmədi. Çünki deyilənlər doğrudur. Doğru olmasaydı təksib edərdi, danışardı, deyərdi ki, bu məlumatlar sizdə səhvdir. Lakin danışmaqdan imtina etdi. Çünki deyiləcək hər bir söz onun əleyhində ola bilərdi. Ümumiyyətlə Balbaba Rızayevi mən tanımıram da deyə bilərdi. O kimdir ki? Bu nə söhbətdir? Bu şəxsin adı Gülverdi Əliyev Novruzoğludur. Mərkəzi Univermaqda qızıl dükanı var. Şokolad Tower'da 2 milyon manata 1000 kvadrat metrlik ev alıbdır. Deyir ki, Balbaba Rızayev mənim qohumumdur. Arada vasitəsi 70 şəxslərin verdiyi məlumata görə Balbaba Rızayevə bir neçə əməliyyatla 20 milyon manat dəyərində qızıl və brilyant gətizdiribdi, qara yollarla satışını həyata keçiribdi, dövlətdən gizlədibdi, vergisini ödəməyibdi. Mən özümdən soruşmaq istəyirdim ki, bu deyilənlər doğrudurmu? Doğrudursa bunu Baş Prokurorluq, İqtisadiyyat Nazirliyi məlumatlıdırmı? Hüquq mühafizə orqanları bundan məlumatlıdırmı? Bandatdel bundan məlumatlıdırmı? Ki, bu qızıl dükanını işlədən 20 milyon manat dəyərində Balbaba Rızayevə necə olur qızıl brilyantlar sata bilir? Axı dövlətin qeydiyyatından kənar Bandatdel onlara yapışır və haqqını alır. Ya xəbərsizdir, ya haqqını alıbdır, ya da ki, Balbaba Rızayev var bunun arxasında deyə bilmirlər. Təbii ki, mənim dediklərim Bandatdelin əməliyyatları, bunlar qanundan kənar işlərdir. Amma Baş Prokurorluğun bundan xəbəri varmı? Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, sənin papağın boş qalsın, bundan xəbərin varmı? Qızılları, brilyantları hansı yollarla gətizdirir? Söhbət sadə vətəndaşların öz övladlarını evləndirmək üçün 500.000 manatlıq qızıldan, üzükdən, sırğadan getmir. Söhbət toplam dəyəri 20 milyon manat olan qızıl və brilyantların satışından gedir. Bəs Balbaba Rızayev bunu harada saxlayır? Balbaba Rızayev Azərenerjinin rəhbəridir.